Bağışlayan və mehriban Allahın adıyla hər birinizi xoş gördük, əziz və dəyərli müsəlmanlar, dəyərli dostlar. Həzrəti İmam Cəfər Sadiq əleyhissalamdan bir dənə çox gözəl hədis var. Həzrət bu hədisində cənnət əhlinin xüsusiyyətlərindən, özəlliklərindən sayır. Deyir ki, hər kimdə bu xüsusiyyət olsa, bilsin ki, cənnət əhlindəndir. Birinci xüsusiyyət Həzrət buyurur ki, gülər üzlülükdür. Bir çox hədislərdə məsumların tövsiyələridir ki, mömin gərək gülər üzlü ola, onun qəmi qəlbində ola. Yəni, qəmini, qüssəsini hər kəsin yanında açıq, aşkar eləməyə və hər kəsin yanında qaş-qabaq, kədərli durmaya. İkinci, cənnət əhlinin xüsusiyyəti budur ki, həlimlik. Yəni, cəmiyyət içərisində xoş xasiyyət olmaq, insanlar içərisində xoş xasiyyət olmaq, o cümlədən evində, ailəsində də xoş xasiyyət olmalıdır. Nə qədər insanlar var ki, görürsən cəmiyyətdə rəğbət qazanır, cəmiyyətdə sevilir, amma evinə gəldikdə isə görürsən evində zəhər kimidir. Yəni görürsən evində, ailəsində, yoldaşına, uşaqlarına, ailəsinə qarşı çox sərtdir, çox qatıdır. Adətə o içəri evinə daxil olanda hər kəs qorxu və təlaş içərisində olur ki, görüm indi nəyə acıqlanacaq, nəyə əsəblənəcək. Mömin və cənnət əhli o şəxsdir ki, o şəxsiyyətdir ki, gərək həm cəmiyyətdə, həm ailənin içərisində gülər üzlü və mehriban ola. Üçüncü, cənnət əhlinin xüsusiyyəti buyurur ki, cəmiyyətə, insanlara, müsəlmanlara, ətrafındakı insanlara ürəyi yansın. Yəni, o insanların dərdinə şərik ola bilsin. Bivec insan olmasın. Həmin o hansı məntəqədə ki yaşayır, ən azından o məntəqənin ehtiyacları üçün, oradakı insanların rifahının təmini üçün, ehtiyaclarının qarşılanması üçün əlindən gələni eləsin. Onlara bir diqqəti olsun, onlara ürəyi yansın. Əgər bu cürlə insan olsa, bilsin ki, cənnət əhlindəndir. Bir gün Həzrət Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə sual verirlər. Ey Allahın Peyğəmbəri, canımız sənə fəda olsun. Allah yanında ən üstün əməl hansı əməldir və Allah yanında ən sevimli şəxs hansı şəxsdir? Həzrət Rasulullah buyurur ki, insanların içərisində Allaha ən əziz olan şəxsiyyət o şəxsiyyətdir ki, cəmiyyətə faydalı olan şəxsiyyətdir. Və insanların əməllərinin içərisində Allahın qatında ən sevimli əməl o əməldir ki, insan bir başqasının harayına çata, onun ehtiyacı olduğu zaman onun ehtiyacını qarşılaya və cəmiyyət üçün faydalı, cəmiyyətin ehtiyaclarını qarşılayan bir şəxsiyyət ola. İstər bu maddi olsun, istər mənəvi olsun, istər fiziki olsun. Gərək müsəlman dediyin şəxsiyyət insanların içərisində ən etibarlı və insanlara ən çox xeyri toxunan şəxsiyyət olsun. Bunun əksini sual verirlər Həzrət Rəsulullah'a ki, bəs Allah yanında Allahın ən acığı gələn şəxs kimdir? Həzrət buyurur ki, insanlığa ən çox zərər vuran insanlardandır. Ona görə mömin gərək cəmiyyətə bir fayda verən bir şəxsiyyət ola. Onun yaşadığı ilə ölümü fərq eləyə. İnsan dirikən gərək ətrafındakı insanlara və Allah üçün, Allah rızası üçün gərək bir şeylər eləyə. Yaşadığı hiss oluna o məntəqədə. İnsan var ki, görürsən, bir ömür yaşayır, bir nəfərin əlindən tutmayıb, bir nəfərin ehtiyacını qarşılamayıb, bir nəfər yanında çətin vəziyyətdə olanda yıxıb, bir batdaqlığa batanda əlindən tutub onu o çətin vəziyyətdən xilas eləməyib. Bu insanların yaşadığı, öldüyü bir fərq eləmir dini cəhətdən. Gərək insan yaşadığını hiss etdirmək üçün cəmiyyətə faydalı bir şəxsiyyət ola. Və sonuncu, cənnət əhlinin xüsusiyyətlərindən Həzrət buyurur ki, əli açıq olmaq, səxavətli olmaq cənnət əhlinin xüsusiyyətlərindəndir. İnsan əlindəkinin qədrini bilməlidir. Nə cür bilməlidir? Allah ki, sənə müəyyən miqdarda, müəyyən şərait verib, müəyyən bir üstünlüklər verib başqasından səni fərqləndirib, gərək o üstünlüklərdən səmərəli, faydalı bir şəkildə istifadə eləyəsən. Əlində olanları götürüb pis yollara, Allah haram buyurduğu yerlərə xərcləməyəsən.
Allah ki, bəzən bəzi insanlara fərqli ruzilər verir, çox ruzilər verir. Həmin o ruzilərin haqqı hesabı var və qiyamət günü soruşulacaq ki, əlində olan ruziləri hara xərclədin? Allahın rızayəti olan yerə, yoxsa Allah narazı qaldığı yerlərə xərclədin? Gərək bu şeylərə insan diqqət göstərə, diqqət yetirə ki, Allahın qatında sevimli, əziz bəndələrdən ola və cənnət əhlindən ola. Allahdan arzum budur ki, Allah təbarək və Teala hər birimizi cənnət əhlindən qərar versin və Allah cənnətini bizlərə nəsib eləsin. Və əssəlamu aleykum və rəhmətullah və barakatuhu.